Pinduoduo'dan məhsulumuz gəldi. Hər kəsə salam dostlar, Fikirli kanalına yenidən xoş gəlmisiniz. Bu videomuzda Pinduoduo'dan sifariş verdiyimiz məhsulumuz nəhayət ki gəldi, çıxdı və nə qədər vaxta gəldi, çıxdı. Bunun içərisində nə var? Pinduoduo'dan gələn məhsulumuz, keyfiyyəti necədir? Hamısını bir yerdə baxacağıq dostlar. Deməli dostlar, bu məhsulu mən sifariş verdiyim vaxtı mən sizə izah eləyim. Əslində mənə çox gec gəldi bu məhsul. Deməli, sifariş tarixi Pinduoduo'nun səhifəsindən baxıram, telefonumdan bu şəkildə. Mən bu məhsulu keçən ayın 16-sı sifariş vermişəm və bugün gəlib çıxıb. Bugün deyən hardasa dünən gəlib, sadəcə bugün təhvil götürmüşəm. Bugün də ayın 15-idir bu şəkildə. Məhsulumuz bu şəkildə paketdə gəlib. Belə bir paketdə gəlib, üzərindəki yazılar Temudan fərqlidir. Deməli, məhsulumuzun çəkisi nə qədərdir? Mən sizlərə onu deyim. Üzərində yazılıb, baxaq görəm çəkisi. Hardasa 100 qram çəkisi var dostlar. Bu şəkildə bildiyiniz kimi kargo şirkətləri Pinduoduo olsun, Taobao olsun, birbaşa Temudakı kimi sifarişlə gəlmir. Yəni ki, əlavə çəkiyə görə ödəniş edirsiniz. Bunların hamısını nə qədər ödəniş eləmişəm buna və çəkiyə görə nə qədər ödəniş olur, hamısını bir-bir videoda izah eləyəcəm. Bu şəkildə. Çox uzatmadan kutumuzu açaq, baxaq görün, mən də çox maraqlıdır. Görüm içərisində nə gəlir. Əslində mən xırda bir şey sifariş vermişəm. Yəni telefon ekranı sifariş vermişəm. Belə şeylərlə maraqlanan dostlarınız varsa, videodan faydalana bilər. Yəni necə gəlir, sifariş nə qədər ödəmişəm. Hamısını sizlərə izah eləyəcəm. Və bu paketə nə qədər sifariş vermişəm, ekranda bu şəkildə əlavə etdim. Yəni ki, nə qədər ödəmişəm, məhsulun qiyməti nə qədərdir. Paketləməsi xoşuma gəldi, əslində yaxşıdır. Paketi açan kimi içərisində bir Interested Play vurdu. Dostlar, çox güman ki, bu ekran olduğu üçün, telefon ekranı olduğu üçün bu normal halda içərisində play var. Və telefonumuzun ekranı bu şəkildə. Bu hansı telefonun ekranıdır? Bilmək istəyirsinizsə, ekrana da bu şəkildə əlavə etmişəm. Yəni baxmaq istəyirsinizsə, baxın. Telefonumuzun ekranı çox qırılmadan bunu açmaq istəyirəm. Baxın, belə bir telefon ekranıdır. Tərtəmizdir. Düzdür, bu təbii ki, orijinal olmayacaq. Orijinal nə cəhətdən deyirəm mən? Adətən Çində satılan telefon ekranları orijinal deyil, amma bura baxanda çox sərfəli olur. Yəni burada qiymətləri bilirsiniz, aşağı yuxarı. Baxın telefonumuzun ekranı. Belə də göstərim sizə. Belə telefon ekranımızdır. Material olaraq şəxsən mənim belə xoşum gəldi əslində. Çox da plasmas, çox keyfiyyətsiz hissiyatı vermir. Qiymətinə görə məncə uyğundur. Yəni çox ucuz aldım mən bunu. Düzdür, kargo ödənişi falan da olub. İndi ümumi nə qədər ödəmişəm, hamısını ekrana əlavə etmişəm və açıqlamana da əlavə eləyəcəm. Bu şəkildə ekranı. Başqa nə çıxır qutunun içərisindən? Belə şeydə gəlir. Buna adının nədir yadından çıxıb. Yəni bu adətən ekranın qırılmanın qarşısını alır. Başqa içərisində gəlir. Belə telefon ekranı düzəltmək üçün kiti də gəlir. Bu çox xoşuma gəldi. Baxın. Yəni ki, özünüz eləmək istəyirsinizsə və yaxud da hər hansısa bir atverka dəstindən bir yerdə gəlir. Başqa içində nə var? Bir də ki, kleyi var, yapışdırmaq üçün. Düzdür, mən telefon ekranı dəyişdirmirəm. Amma yəni ki, bunları təxminən bilirəm nə olduğunu. Belə də bir içərisindən dəyişdirmək üçün kleyi gəlir. Yəni başqa da bir şey yoxdur. Xoşum gəldi əslində. Qiymətə belə məhsul. Bir də bunu açıb baxmaq istəyirəm. Baxaq görüm içərisində nə var. Bunun materialı necədir? Atverkadır bildiniz. Düzdür, atverkası o qədər keyfiyyət deyil, amma yəni telefon ekranı dəyişmək üçün bəsdir da. Çox da bir şey gözləməyin dəymir bundan. Bu şəkildə əla. Başqa bir teması yoxdur. Belə, məhsulumuz bu şəkildə. İndi isə səhifəmizə keçək, konteynerimizin ekranına və bu məhsulun kargo ödənişi nə qədər olunub? Hamısını bir-bir sizlərə göstərək, nə qədər vaxtı çatıb. Bir də ki, fərqli bir məqam var, X-Cargo ilə bağlı xoşuma gəlməyən. Onu sizlərə göstərəcəm, keçək telefonumuzun ekranına. Və mən bağlamaların bölməsinə keçirəm və burada gördüyünüz kimi düzdür, əslində 2 ədəd bağlama sifariş vermişəm. Birinin əvvəl videosunu çəkmişik, eBay-dan sifariş vermişik. Biri isə bu həmən Pinduoduo'dan sifariş verdiyimiz məhsuldur. Baxaq görün, budurmu? Aha.
Bu şəkildə. Çəkisi burada qeyd olunub 0.095 kilo, yəni 100 qram çəkisi var. 100 qram çəkiyə görə mən burada nə qədər ödəniş eləmişəm? Baxın gördünüz, daşınma xərci 7 manat 46 qəpikdir. Yəni məhsulumuzun qiyməti də ki, ekranda əlavə olmuşdu. Yenidən baxıb mən sizə deyim, UN-dən hesablanıb məhsulun qiyməti manata gəlib çıxıb. 32 manat bu telefon ekranına ödəniş etmişəm. Qiymət müqayisəsi özünüz eləyə bilərsiniz. Yəni bu telefonun ekranı, telefon markasında ekrana əlavə etmişəm və açıqlama bölməsi əlavə eləmişəm. Yəni ekranın burada neçə olur və yaxud da mağazalardan gəlib soruşa bilərsiniz. Mən əsası yerli bazarın qiymətini bilmirəm. Sadəcə burada tapa bilmədiyimizə görə, yəni Azərbaycanda və yaxud da yaşadığımız yerdə söhbət gedir. Tapa bilmədiyimizə görə Pinduoduo'dan sifariş vermişik. Həm də ki, bu sizə maraqlı bir video olar. Məhsul mənə gəldi çatdı dostlar. Deməli bu gün gəlib, dünən gəlib çıxıb. Əslində bu gün təhvil götürmüşəm. Yəni ki, arada çox fərq var. Çox gecikdi. Yəni ki, 1 aydır məhsul gəlib çıxıb. Baxın gördüyünüz kimi burada 15 iyun təhvil verildi. Yəni ki, burada gördüyünüz kimi təhvil verildi bölməsi var. Yəni məhsulun gec gəlmə səbəbi isə burada əslində ilk başlarda X-Cargo yazdığıma baxmayaraq, baxın burada müraciətlər bölməsi var. Dəfələrlə yola verdi, cavablar verirdilər mənə. Yəni ki, bunu da qeyd etmək istəyirəm videoda. Yəni ki, məhsul gəlib çatacaq. Baxın burada gördüyünüz kimi status Hong Konga çatdıqdan sonra dəyişdirilir. Belə şablon mesajlar verirdilər. Amma sonradan öyrəndim ki, məhsulda gecikmələr var. Yəni ki, reys gecikməsi var. Çindən çıxan, indi bilmirəm, imenli Pinduoduo'da olurmu, yoxsa fərqli Temu'da da bu yaşanıbmı? Açıqlama bölməsində yazarsınız. Yəni məndə bu şəkildə oldu. Məndə çox gec gəldi məhsul. İndi ola bilər ki, bəlkə sizdə daha tez gələr. Yəni mən məhsulu bu şəkildə gəlib çatdı. Qeyd edim ki, Pinduoduo haqqında, Pinduoduo necə sifariş vermək olar, kargo şirkətlərinin adresi necə əlavə etmək olar, birbaşa yaşadığınız ünvana məhsul sifariş vermək olar. Bunun haqqında da kanalımızda video var, açıqlama bölməsinə əlavə etmişəm. Yəni bu videoda sadəcə gəl çatdırdığım məhsulu və nə qədər vaxta çatıb bunu göstərmək istəyirəm. Ətraflı bu şəkildə izah eləyə bilməyəcəm. Video çox uzun çəkəcək. Onun üçün də həmin videonu izləyib daha sonra bu videonu izləməyini tövsiyə edirəm. Yəni ki, sifariş videosunu izləyin. Daha sonra həmin bu videonu izləyə bilərsiniz dostlar. Videomuz bu qədər idi. Ümid edirəm ki, sizlərə faydalı ola bildim. Əgər bu videolarımızı bəyənirsə kanalımıza abunə olun və dostlarınıza paylaşın ki, belə videoların davamı gəlsin dostlar. Hansı saytdan alış-veriş etməyimizi istəyirsə, kommentlərə yazın. Bilmədiyiniz bir Çin və yaxud da Amerika mənşəli sayt varsa, sizlər üçün sifariş verməyə çalışaq və videoları çəkək. Təqdim etdi Fikirli kanalı.